Saşa İliç oyunun əvvəlindən artıq ilk dəqiqələrindən sizi inandırım 4-cü hakim Vüqar Həsənini az qala döyürdü. Sözlə döyürdü. Əllə yox, fiziki yox. Başqa vaxtda deyir ki, mən hakimlik haqqında danışmıram. Həqən müəllim, yığdı boğaza. Yığmışdı boğaza. Hər epizodda, hər fit çalınmayanda baş hakimin Turalın elədiyi, tutalım, səhv, düz, fərq etmir. Verdiyi hər qərarda qaçırdı Vüqar Həsəninin üstünə, deyinirdi, narazılıq bildirildi. Axır bezdi, Turala dedi, ver sarısın, bu sakitləşsin. Yenə sakitləşmədi. Ondan sonra adam qıcıqlandı, qolu buraxdı, başladı, orada bir narazılıq yarandı. Əsas Kərim Rossi meydanından çıxanda, Kərim Rossi idi, Apollonario idi. İkisi meydandan çıxanda Saşa İliçin köməkçisi, Vurğun Hüseynov tanıdığımız millimizin sabiq futbolçusu, o irad bildirdi ki, yəni biraz tez çıx və hakimə deyir ki, sənin göstərdiyin yerdən çıxmırsa, öz bildiyini eləyib, mərkəzi xəttə gəlirsə, sarısını ver, çıxsın. Orada da Kərim buna cavab qaytardı ki, işinlə məşğul ol, nəsə bu tərzdə. O ilə artıq emosiyalar qızışmağa başladı. Sonra Ayxan Abbasov düz gəldi Sumqayıtın ehtiyat oyunçuları skamyasının önünə kimi Apollonarioya, öz futbolçusuna qışqırdı ki, çıx meydandan, niyə vaxt uzadırsan, niyə rəqibin əsəbinə işləyirsən? Ola bilsin Saşa İliç bunu fərqli anladı və yaxud fərqli çatdırdılar, ara sakitləşdi. Birinci qol, bərabərlik qolu vurulan kimi Saşa İliç bildiyimiz o əlin qola kimi yarıya dirsəyə qədər olan jestini göstərdi. Ədəbsiz jest. Ədəbsiz jesti, tərbiyəsiz jesti göstərdi, kimə bilinmədi. Amma Ayxan Abbasov istiqamətinə. O istiqamətə göstərdi. Yəni Ayxan Abbasov onun sağındaydı, çöndü arxaya, öz soluna o jesti elədi. Bu ilə də sanki Ayxan Abbasov partladı. Ayxan Abbasov gördü onu, ona mənə eləyirmiş kimi heç kim qəbul eləməz. Ayxan Abbasov olmur kimi sən də, mən də qəbul eləmərik. O jestdən sonra ara qaynadı, qızışdı, kəllə-kəlləyə gəldilər, ara sakitləşdirildi, bütün futbolçular, ehtiyat oyunçular skamyası. Oyundan sonra da halal olsun Saşa İliçə, çox doğru addım atdı. Düzdür, orada birləşdirici rolu oynayan klub rəsmiləri də oldu. Çünki Ayxan Abbasovu çox yaxşı tanıyırlar Sumqayıtda, əvvəl işləyib, istər mühafizəçi olsun, Elnur İbişov, istər digər klub rəsmiləri olsun. Saşa İliçə başa saldı. Mən qulaq yoldaşı oldum. Klub prezidenti ilə Sumqayıtın rəhbər şəxsləri durmuşlar. Orada bir nəfər ad çəkməyəcəm. Qayıtdı dedi ki, günah bizimkində idi. Sən belə vəziyyətdə niyə ora onu jest eləyirsən? Ekrana, hətta bunu dedi, ekrana düşür, görənlər var filandır. Ondan sonra Saşa İliç başını daşa döydü. Getdi meydana yenidən girdi, Ayxan Abbasovu çağırdılar, öpüş görüş, barışıq elan olundu. Ayxan Abbasov da açıqlama verdi, amma hiss olunurdu ki, hələ o təsirdən çıxdı. Amma növbəti oyunlar üçün prinsipiallıq olacaq, baxmayaraq bizə ki, də yazmağa previewlar olacaq oyundan əvvəl.